PySpark nədir və biz bunu niyə öyrənməliyik? Bugün biz sizlərlə bərabər sürətli bir şəkildə bu suala cavab tapacağıq. Birinci isə başa biz PySpark-ı niyə öyrənməliyik? Siz artıq bilirsiniz ki, AI-yə olan yatırımlar %80, %90% data centerlərə gedir. Data centerlər nədir? Deyək ki, machine learning modelləri, AI-lərə big data-nı necə inteqrə eləmək olar? Bu suala cavab tapmaq üçün yaradılmış data mərkəzləridir. Düşünürük ki, gələcək zamanda bu AI-yə olan yatırımların verəcək təkan nəticəsində biznes gələcəkdə ən məşhur biznes suallarından biri olacaq ki, biz necə machine learning modellərini big data üzərində train edə bilərik. Beləliklə, bu suala ən yaxşı cavablardan birisi PySpark verir. PySpark nədir? Gəlin bu sözü iki hissəyə Py və Spark iki hissəyə bilək və üzərində duraq. Py artıq biri Python. Deməli, mən Python sintaksindən istifadə edərək daha güclü bir engine, daha güclü bir mühərrikə necə çata bilərəm? Niyə? Ona görə biz artıq bilirik ki, Pythonun ən böyük zəif tərəflərindən biri nədir? O big data ilə işləyə bilmir. Məsələn, bizim Pandas data frame'imiz var. Oradan ancaq mən megabaytlarla dataları işləyə bilirəm. Terabaytlarda isə mənim böyük bir problemim var. Mən orada işləyə bilmirəm. Python bunun üçün nəzərdə tutmayıb. Amma düşünürlər ki, biz necə Pythonun yaxşı xüsusiyyətini, yəni Pythona sintaksiz daha asandır, düzdürmü? Hər kəs başa düşə bilir. Proqramlaşma dilində bəlkə sintaksi ən asan dillərdən biri ilə Pythondur. Onu biz necə Spark Engine ilə birləşdirə bilərik? Spark Engine isə big data ilə isə nəzərdə tutulmuş bir mühərrikdir. Belə deyim sizə, fərz edin ki, sizin bir Audi'niz var. Audi və bir 07'niz var. Siz bir qaz verəndə 1 saniyə ərzində Audi'nin qət elədiyi məsafə var, bir də sizin 07'ninizin qət elədiyi məsafə var. Əlbəttə, Audi engine o qədər güclü olduğuna görə Audi'nin qət elədiyi məsafə böyük olacaq. Məhz burada da Spark'ın engine güclü olduğu üçün big datalar nəzərdə tutulduğu üçün və mən orada 1 saniyə ərzində daha çox data emal edə bilərəm əgər biz bunu Pythondan müqayisə eləyə bilərik. Sırf yəni native Pythondan müqayisə eləyə bilsək. Bəs bu necə bu qədər güclüdür? Ona görə ki, burada distributed kompüterlər var. Fərz edin ki, Pythonda olduğu kimi sizə bir nəfər, yəni bir nəfər sizin üçün çalışmır, bütün ordu sizin üçün çalışır, bütün işçilər sizin üçün çalışır. Ən sonunda isə datanı sizə hazır verir. Əlbəttə ki, sizin buradakı ordunuzdakı insanların sayı sizin kompüterdə olan çipuların sayı və yaxud da klasterdə olan çipuların sayından asılı olacaq. Dediyimiz kimi Spark Engine big data ilə nəzərdə tutulub və biz bunu Pythonun sintaksi ilə birləşdiririk və yeni bir, deyək ki, proqramlaşdırma dili PySpark ortaya çıxır. PySpark nə zaman istifadə olunmalıdır? PySpark o zaman istifadə olunmalıdır ki, biz əsasən big data ilə ETL proseslər qururuq və yaxud da machine learning modelləri qururuq. Əlbəttə, amma burada bunu deməliyəm ki, təəssüf ki, PySpark-da deyək ki, Python-da olduğu qədər advanced bir machine learning kitabxanası yoxdur. Əgər siz ki bilməlisiniz ki, sizin machine learning modeliniz advanced-dır, yoxsa sizin machine learning modeliniz deyək ki, klassik machine learning. Klassik machine learning modellərində burada hər hansı bir problem yoxdur. Eyni zamanda mən real time analizdə PySpark üzərində qura bilərəm. Vizuallaşdırma və s. yenə də burada Pythona görə biraz basic qalır. Amma ki, ən əsas nədir? ETL-lərin qurulması üçün PySpark 100% bizim işimizə yarar. Hər hansı bir problem olmadığına görə ki, PySpark elə məhz dizayn olunur ki, big data emallar üçün necə dizayn olunub, sonradan isə onlar üzərində machine learning modellər və s. kimi kitabxanalar qurulub. Nə zaman PySpark istifadə olunmalıdır? Əlbəttə ki, hər zaman deyil. Yəni, fərz edin ki, sizin güclü bir engine, mühərrikə ehtiyac yoxdur. O zaman siz PySpark-dan istifadə edəndə deyək ki, kompüterinizin gücünü boşu-boşuna istifadə eləmək kimi olursunuz. Əgər siz megabayt datalarını işləyirsinizsə, bu zaman sizin Pandas və yaxud da parallelization üçün Dask-dan istifadə edə bilərsiniz. Bu zaman ki, sizə daha advanced bir machine learning modeli lazımdırsa, siz bu zaman yenə də Python-dan, yəni Pandas-dan istifadə eləməlisiniz. Amma deyək ki, siz ETL proseslərini işləyirsiniz, hər hansı bir hər gün məsələn Netflix olduğu kimi Netflix PySpark-ı istifadə edən şirkətlərdən biridir. Orada məlumat terabaytlarla məlumat hər saniyədə axır. Bu zaman siz məcburən PySpark-dan istifadə eləməlisiniz. Bir zamanlar yadınızda Hadoop var idi big data üçün və Hadoop-da olan bəzi problemlər var idi. Siz Hadoop-da olan problemlər qaçmaq istəyirsə, bu zaman siz PySpark-dan istifadə edə bilərsiniz. Beləliklə, ümid edirəm ki, bu sizin üçün maraqlı oldu və gələn görüşlərdə görüşmək üzrə. Gələn dəfə biz daha PySpark-ı daha advanced, daha deyək ki, onların funksiyalarını yaxşı bir şəkildə öyrənəcəyik. Çox sağ olun.